Salam, güclü komanda, axşamınız xeyir olsun. Salamlayıram hər kəsi, başda liderlərimiz olmaqla. Axşamınız xeyir olsun bir daha. İnşallah ki, liderlərimizin, mütəxəssislərimizin etimadlarını doğruldaram Allahın izni ilə. Dostlar, bu günləri doğrudan da çox maraqlı bir mövzumuz var. Hər birimizin həyatına birbaşa təsir edən mövzuya toxunacağıq. Yəni, wellness həyatı necə olur, Cyberam Wellness-lə yaşamaq, həyatına davam etmək və Cyberam Wellness-in həyatımıza necə təsir etdiyi, yəni bu haqda mən məlumat verəcəm. Birinci, dostlar, gəlin başlayaq. Deməli, sağlamlıq dəridən başlayır. Bəli, çox zaman biz sağlamlığı sadəcə orqanlarla bağlayırıq, amma əslində bilirik ki, çox zaman da söyləyirik ki, ən böyük bizim orqanımız dərimizdir. Yəni, bunu hər kəs də bilir. Yəni, və dərimizə nəyi tətbiq ediriksə, yəni bu birbaşa poralarla qanımıza keçir və daxilimizi bərbad hala salır və getdikcə də xəstəliklər yaranır. Və dərimiz necə görünürsə, dostlar, bədənimizin içində də eyni vəziyyətdə olur. Əgər dərimizdə solğunluq varsa, quruluq varsa, sonra ləkə varsa, sızanaqlar varsa, bu birbaşa bizim dərimizin, daxilimizin aynasıdır. Mən belə deyərdim. Daxilimizdə olan problemlərdir ki, bu yəni üzə yansıyır. Və Sibir Sağlamlıq şirkəti də bu prinsipi çox gözəl, yəni anlayır və bu məhsullarımızda həm daxili, deməli, daxildən qidalanma var, həm də xaricdən məhsullar bizim qoruyur, saxlayır. Məsəl üçün, mən söyləyim Synchravital seriyasını. Doğrudan da Synchravital seriyası orqanizmamızı antioksidantlarla deməli, qoruyur və burada Navamin, Selen isə bizim saçdır, dərimizdir, sağlamlığını bərpa edir, təmin edir. Natural kosmetika isə dərini təbii antioksidantlarla bərpa edir. Və növbəti isə dediyim gözəllik daxildən başlayır. Çünki parlaq dəri, canlı saçlar və sağlam bədən, bunların hamısı içdən gələn tarazlığın əlamətidir. Əgər bədənimizdə vitamin, mineral çatışmamazlığı varsa, hormon balansı pozulubsa, heç bir, yəni xaricdən olan, heç bir ən bahalı belə kosmetika olsun, krem olsun, yəni biz nəticə ala bilmirik. Ona görə də hər zaman üzdə olan problemə görə biz söyləyirik ki, mütləq şəkildə daxildən də müdaxilə eləmək lazımdır. Ona görə gözəlliyin əsası, dostlar, daxildən başlayır. Daxildən əsası daxili sağlamlığımızdır. Düzgün qidalanma, burada düzgün qidalanmadır. Sonra keyfiyyətli yuxumuzdur, təmiz suyumuzdur və əlbəttə ki, Sibir Sağlamlıq məhsulları bu balansı qoruyub, saxlayır, yəni kömək edir. Məsələn, mən yenə də Navamini, çünki Navamin bilirik ki, güclü antioksidantdır. Navamin bədənimizdə toksinlərdən təmizləyir bədənimizi və dərində gəncləşdirir. Burada sink və selen yenə də dediyim kimi dərini gözəl qoruyub saxlayır, saçdır, dəridir, dırnaqdır, sağlamlığımızı, dırnaqların sağlamlığını qoruyur. Omega və Purelife isə deməli hüceyrə səviyyəsində bərpa prosesini dəstəkləyir. Yəni gözəllik sadəcə aynada gördüyümüz simada deyil, dostlar. Bizim gündəlik seçimlərimizdədir. Yəni bu nə deməkdir? Nə yeyiriksə, nə düşünürüksə, hansı enerjini daşıyırıqsa, bunların hamısı bizim üzümüzdə, dərimizdə, düşüncəmizdə, baxışlarımızda görünür. Və unutmayaq ki, sağlamlıq bədənin gözəlliyidir. Gözəllik ruhun sağlamlığıdır.
Növbəti isə su içmək həyatın və gözəlliyin açarıdır. Bəli, insanın bədəni 60-70% sudan ibarətdir. Su doğrudan da həyatın özüdür. Və bütün sistemlərin orqanizmada işləməsi üçün əsas enerji mənbəyidir, belə deyərdim. Əgər bədənimiz susuz qalırsa, dərimizdə solğunlaşma olacaq, dərimiz elastikliyini itirəcək, dərimizdə qırışlar yaranacaq, saçlarımızda da bu özünü göstərəcək, dırnağımızda da, dərimizdə də, yəni bu özünü göstərəcək. Yəni gözəlliyin və cavanlığın sirri, yəni sudadır, mən belə deyərdim. Və mütəxəssislər söyləyir ki, insan çəkisinə görə, hər kiloqramına görə deməli 30-35 milli su qəbul etməlidir. Məsəl üçün, mən 57 kiloqram çəkidəyəmsə, kilodayamsa, mən gün ərzində 1,7 və 2 litr su içməliyəm və suyu mütləq şəkildə qurtum-qurtum az-az, yəni qəbul eləmək lazımdır. Və xüsusilə də səhərlər ən azı 2 stakan ilıq su, hətta mən deyərdim ki, isti su için. Bu da deməli bədəni oyadır, maddələr mübadiləsini dəstəkləyir, çox gözəl işə salır, dərini parıldadır və qəbiz olan insanlar üçün də ələlxüsus çox gözəl təsir edir. Susuz bədən doğrudan da yorğun görsənir, susuz dəri doğrudan da solğun görsənir. Su biz adi bir şey bilirik, amma su ən güclü detoks yəni vasitəsidir. Sibir sağlamlıq məhsulları da su ilə qəbulu və orqanizmamıza doğrudan da yaxşı sorulur, yaxşı təsir edir. Mən burada Prolife-dır, nömrə 1-dir, nömrə 6 çayları vurğulayardım. Yenə də sinkdir, selendir, navamindir, başqa məhsullarımız da var. Amma bunlar antioksidant olduğu üçün bunları daha çox vurğulayıram. Hamısı suyun köməyi ilə orqanizmamızda daha yaxşı sorulur və bədəni yenilir. Su içmək sadəcə yəni vərdişdir, amma dəriyə, beyinə, bədənə çox gözəl, yəni təsir edir. Və növbəti dediyim idman bədənin enerjisidir, ruhun balansıdır. İdmana sadəcə bizlər forma saxlamaq üçün, məsəl üçün fikirləşirik, amma xeyr. Sağlamlığın, enerjinin əsas açarıdır idman deyərdim. Bədəni, belə deyək də, yatmış orqanizmanı oyadır. Orqanizma nə qədər tənbəl olursa, məsəl üçün bizlər idmana gedirik, inanırsınız, hər idmanda orqanizmamızda, daha doğrusu təzə gedəndə orqanizmamızda nə qədər ağrılar vardır. Görün nə qədər orqanizma tənbəlləşir. Ona görə söyləyirik ki, sağlamlığın və enerjinin açarıdır. Və bədən hərəkət etdikcə qan dövranı da artır. Toxumalarda daha yaxşı oksigen alır. Toxumalar daha yaxşı oksigen alır. Dəri daha canlı görsənir, parlaq görsənir və gənc görsənir. İdman stres hormonlarını azaldır. Bu hormonlar dərinin vəziyyətinə doğrudan da birbaşa təsir edir. Yəni, sakit, xoşbəxt bədən, gözəl və parlaq dəri deməkdir. Və gələk vaxtında yatmağa. Doğrudan da yuxu, bərpa və gənclik, dərinin sağlamlığı üçün ən vacib faktorlardan biridir. Vaxtında yatmaq bədənin təbii detoksu və gənclik sirridir. Bir çox insanlar dincəlmək üçün yəni qəbul edir yuxunu, amma ki, mən deyərdim ki, yuxu bədənin özünü bərpa etdiyi, təmizləndiyi və yeniləndiyi prosesdir. Və saatına gəldikdə isə o 10-11 arası dostlar yatmaq ən ideal vaxt sayılır. Çünki bu saatlarda orqanizmada melatonin hormonu deməli ifraz eləməyə başlayır. Bu hormon immunitet sistemini gücləndirir, dərini cavanlaşdırır və stresi azaldır.
Əgər gec yatırıqsa, doğrudan da hormon orqanizmada hormonun səviyyəsi azalır. Və unutmayaq ki, gözəllik gündüz baxımında deyil, gecə yatmaqda da, yəni mütləq şəkildə və vacibdir, belə deyərdim. Gələk normal, düzgün qidalanmamıza. Bəli, yəni bu sadaladıqlarım nə qədər vacibdirsə, bizim qidalanmamız da, yəni o qədər bizim orqanizmamız üçün vacib məsələlərdən biridir. Sağlamlıq, deməli gözəllik, enerji, bunların hamısı düzgün qidalanmadan başlayır. Sağlamlıqdır, gözəllikdir, enerji hamısı düzgün qidalanmadan başlayır. Qidalanma hüceyrənin sağlamlığının və gözəlliyinin əsasıdır deyərdim. Əgər bədən kifayət qədər deməli vitamin, mineral və omega turşuları almırsa, dəridə solğunluq da görsənir. Bir də dəri cansız görsənir dərimiz. Burada saç da tökülür, dırnaqlar da qırılır. Hətta tam yuxumuzun almamağımız əhval-ruhiyyəmizə də, yəni birbaşa təsir edir. Və Sibir Sağlamlıq Şirkəti bu ehtiyacı tam deməli anlar və buna görə məhsullarımızı deməli yeməklərimizə dəstək kimi bizlərə təqdim edibdir. Daxilə qoymadığımızı xaricdə görə bilmərik. Doğrudan da bu o qədər gözəl bir məsələdir ki, yəni daxilimizdə əgər bizim problem varsa, kənardan müdaxilə eləmiriksə, məhsullarımızla qidalandırmırıqsa, doğrudan da xaricimizdə biz bunu görə bilmərik. Çünki orqanizmamızda dediyim kimi, əgər problem varsa, aşırı dərəcədə o bizim üzümüzdə yəni yansıyır. İstəyir ləkələr, istəyir sızanaqlar, solğunluq, gözün altında mor olmalar, qaraltılar, yəni dərhal biruzə verir. Və gələk məhsullarımıza bioloji aktiv qida əlavələrinin istifadəsi. Bioloji qida əlavələrinin istifadəsi bədənin tarazlığını qoruyur, təbii tarazlığını qoruyur. Dostlar, biz bilirik ki, bu günləri həyat tərzimiz yəni çox dəyişilibdir. İstəyir, bugün mən deyərdim ki, evdə çox xanımlar tənbəllik çəkir yemək yeməyə və qaçırlar restoranlara. Burada fast foodlar olsun, nə bilim qazlı içkilər olsun, nə bilim bildiyimiz o qidalar olsun. Bunlar birbaşa bizdə stres yaradır. Havamızın çirkliliyi insanlarda narahatçılıq yaradır, yuxu pozğunluğu yaradır. Hərəkətsizlik bədənə böyük təsir edir. Ona görə də orqanizm deməli ehtiyac duyduğu vitamin, mineralı, antioksidanları mütləq şəkildə biz orqanizmamıza verməliyik. Çünki onu tələb edir bizlərdən. Bioloji aktiv əlavələr dərman deyil, dostlar. Bu günlərdən Sevinç xanımın da çəkdiyi videosunda sağ olsun, qəşəng ətraflı da məlumat veribdir. Videoda da göründüyü kimi, bəli, dərman deyil. Onlar bədənin təbii balansını bərpa etmək üçün bərpa edir. Qidalanmanı tamamlayan təbii tərkibli vasitələrdir. Heç bir qatqısı olmayan vasitələrdir. Və bioloji aktiv əlavələrin 3 əsas qaydası var ki, dostlar, bunları da sizə çatdırım. Deməli, davamlılıq, yəni bu nədir? Təsir üçün məhsulu mütləq şəkildə mütəmadi biz qəbul etməliyik. Bu da nə deməkdir? Adi bir müştəri gəlir, biz ona konsultasiya edirik, proqramlar təyin edirik, mütləq şəkildə onun ardını tutmasını söyləyirik. Çünki o biri dərmanlara nisbətən bizim məhsullar kökündən həll edir. Ola bilər sırazı təsir edən də var. İndi o orqanizmadan orqanizmaya da yəni asılıdır. Və təsir etməsi üçün mütləq şəkildə bizlər söyləyirik ki, ən azı bir neçə kurs təmizlənmə olsun. Yəni davamlılığı mütləq şəkildə yəni olmalıdır ki,
biz nəticəni ala bilək və uyğunlaşdırma. Bu da orqanizmin ehtiyacına görə seçilməlidir. Bəli, burada da nə deməkdir? Orqanizmaya uyğun proqram təyin olunmalıdır. Hər orqanizma eyni deyil. 5 barmağımızın 5-i də eyni olmadığı üçün biz ona görə hər orqanizmaya biz individual yanaşırıq və su ilə birlikdə qəbul sorulmanın və effektini artırır. Adi təmizlənmələrdə fikir vermisiniz, dostlar, bizlər söyləyirik ki, qurd parazit proqramı olsun, orqanizma təmizlənməsi, nə bilim, mədə-bağırsaq təmizlənməsi olsun. Biz hər zaman söyləyirik ki, suyu bol için. Niyə? Orqanizmada effektliliyi almaq üçün, təsirini görmək üçün. Və bioloji aktiv əlavələri xəstələri mən belə deyərdim ki, müalicə edir. Amma orqanizmin müalicə etmə gücünü artırır, dostlar. Sağlam qalmaq üçün bədəni dəstəkləmək müasir insanın məsuliyyətidir. Doğrudan da, yəni elə insanlar var ki, anlayır, başa düşür ki, bunlar bizə lazımdır. Bəli, məsuliyyətli insanlardır bunlar. Və dostlar, yekun olaraq mən belə bir söz demək istəyərdim. Sağlamlıq və gözəllik su ilə başlayır. Düzgün qidalanma ilə davam edir. İdmanla möhkəmlənir, yuxu ilə bərpa olunur və ən əsası Sibir sağlamlığının təbii məhsulları ilə tamamlanır. Dostlar, məndən bu qədər. Ola bilər kimlərinsə sualları olsun. Nə dərəcədə faydam oldusa, nə xoş mənə. Suallarınız varsa, buyurun. Və bir şey də vurğulayım, dostlar. Mən 4 ildir artıq bu şirkətdəyəm. Yəni, mən əvvəlki şəkillərimə baxanda və indiki şəkillərimə baxanda doğrudan da fərqi mən çox hiss edirəm. Mən ona görə əvvəldə söylədim ki, yəni bu şirkət bizlərə nə verir? Doğrudan da düzgün yuxu keyfiyyətini, düzgün qidalanma, yəni düzgün məhsulları qəbul etmək, bu da önəmli bir məsələdir və mən fərqi özümdə hiss edirəm. Yəni nə qədər mən özümdə irəliləyişlər olubdur, yəni mən onları, yəni bu şirkətdə mən özümü tanıdım. Deməli, bundan öncə mən özümü tanımamışam, dostlar. Bu şirkətdə düzgün necə, nə olmalıdır, onu mən bildim. Belə, dostlar, buyurun. Ola bilər suallarınız olsun. Təşəkkür edirəm, minnətdaram hər kəsə. Nə qədər faydam oldusa, nə xoş mənə. Buyurun, dostlar. Təşəkkür edirəm, xanımlar. Çox sağ olun, Arzu xanım, Məsumə xanım, Esmə xanım. Təşəkkür edirəm. Həlimə xanım, çox sağ olun. Buyurun, dostlar. Ədə xanım, deyəsən heç kimin sualı yoxdur. Onda yekunlaşdıra bilərik məncə. Tamam, olar.